Müqəddimə. İslamın nümunəvi qız və qadın şəxsiyyətlərinin məqamı çox uca və heyrətamizdir və geniş təsirli tərəfləri var ki, təəssüf ki, onlara az toxunulub. Bizim İslam və inqilab tarixində şəhid və seçilmiş qadınlar haqqında deməyə nə qədər sözümüz var. Bu mühüm təbəqənin roluna həsr olunmuş neçə kitab adı hazırlanıb, neçə bədii film çəkilib. Qız övladlarımızın dərs kitablarında bu böyük və səmavi qadınları tanıtmaq üçün neçə səhifə ayrılıb. Gənc nəsil, xüsusilə də qızlar ki, həmişə özləri üçün nümunə axtarırlar. Bu nuranı örnəklərə çatmağa susayıblar. Əgər bu başdan-başa nur olan nümunələrə çata bilsələr, inkişaf yolları 2 qat sürətlənəcək. Əks halda, zahirdə cəlbedici görünən, amma əslində pozğun və şeytani nümunələr onların yerini tutacaq. Mən təəccüb edirəm ki, niyə qadın məclislərində, dini toplantı və konferanslarda, yazılan bu qədər kitabların arasında, hətta bacılar üçün elmi hövzələrdə, məscidlərdə və mənəvi məclislərdə bu saf və pak nümunələr lazım olduğu qədər görünmür. Onlar haqqında lazımı qədər danışılmır və bizim gənc qız nəslimiz bu parlaq ulduzlarla tanış deyil. İmanlı gənclərə, xüsusilə də bu torpağın iffətli qızlarına tövsiyə edirəm ki, bu kitabı oxumaqdan qafil qalmasınlar və əmin olsunlar ki, bu kitabı oxumazdan əvvəlki baxış və davranışları ilə oxuduqdan sonraki baxış və davranışları fərqli olacaq. Ayətullah Behçət Rəhmətullah əleyh buyurmuşdur. Yaxşı insanların həyatını oxumaq əxlaq dərsi kimidir. Ölümləri şəhadətlə tamamlananlara salam olsun. Onlar ömürlərinin son anlarında Mövlalarının ziyarəti ilə dünyadan köçdülər. Nə böyük saadətdir bu. Təvfiqə şəhədətə fi səbilikə təhtə rayətə vəliyik. Sənin yolunda, sənin vəlinin bayrağı altında şəhadətə çatmağı nəsib et. Qəlbin üçün bir neçə cümlə. Sənin üçün ki, həyat hadisələrinin tufanında yerə yıxılmısan. Əlin və ayağın yaralanıb. Sənin üçün ki, həyatın bu minlərlə yolunda azmısan və çıxış yolu axtarırsan. Sənin üçün ki, sınaqlardan yorulmusan və daha çıxılmaz olan bir yola addım atmaq istəmirsən. Yazıram ki, bizim aramızda, elə bu şəhərimizin küçə bacalarında uçmağa və pərvaz etməyə hazır olan elə ulduzlar var idi ki, bizə səmavi olub, yerdə yaşamağın mümkün olduğunu başa salsınlar. Həm yerdə olmaq, həm də səmavi qəlbə sahib olmaq mümkün idi. Əgər şəfaverici bir nüsxə istəyirsənsə, əgər qəlbinin narahatlıqlarına məlhəm axtarırsansa və əgər axtarışdasansa, o zaman imamın və rəhbərimizin buyurduğu bu kəlamı dinlə. Bu ulduzla yolları tapmaq olar. Yəni, başı aşağı olma, baxışın yer üzünə, dünyanın maddiyyatına və bərbəzəyinə olmasın ki, əyri yollara sürüklənərsən. Xoş o kəsin halına ki, bu rəngarəng və aldadıcı dünyada özünü şəhidlərlə həmrəng edə bilsin. Bu kitab bütün gözəllikləri ilə sənə təqdim olunur, Nurun qızı.